Bir defa Ahad Abiyev'in demek kaynanası rəhmətə getmişdi, onun üzü mən dindim və bu məqamda mənim bir daha da xeyirxam, sevimli Əhməd mənim olub. Mən Əhməd mənə belə bir cümlə dedim. Dedim, Əhməd mənim dedim, ki, çox böyük bir şəxsiyyətdir, böyük insansın, ədəbiyyatçısın. Mən elə bilirəm ki, siz Səlvixan mənə bir dənə söz desiniz, o məni məhsələ göndərər ha. Dedi, o mənim gözüm üstə. Bugün sizin demək göy məşritin rəisi Hacı müəllim, yəni Hacı Səlvixan müəllim, Əhməd mənim möhkəm dost olub da, elə bilə yox ha. Ona ki, məni tapşırıb, deyib ki, Seygəlini məhsələ göndərəsən, yağlı məhsələ. O deyir ki, Əhəd Abiyevində məhsələ, elə onun tövsiyələri ilə mən oraya düşmüyor. Elə belə düşməmişəm demək, böyük bir insanın təkliflərinə düşmüyor oraya. Və bu mağamda mən oturmuşdum, orada bizim hörmətli, siz bilirsiniz, Mirəzəmlik bütün tanıyır ki, o nə qədər böyük bir şəxsiyyət olub. Dedi ki, soruşdu məndən, dedi, sən hardansan? Dedim, mən Masalının Kolatan kəndindənəm. Mənə sual verdi, dedi, sən orada Bağır dedim, tanıyırsan. Dedim, mən də böyük fəxrlə, dedim ki, mənim əmin oğlumdur. Dedi, onda gəl mənim yanıma, məni yuxarı başa oturdurdu və bütün insanlara nəzərdən elə, bütün insanlara eşitdiyi bir tərzdə məlumat verdi. Dedi, Bağır müəllim bölgəmizin fəxri ziyalısıdır, tanınmış simasıdır. Mən bu sözü eşitəndən sonra andırsan Allaha, elə quruşu çəkirdim. Dedim, belə atmayın, biz Kolatanda, biz Bağır müəllim elə və Bağır müəllim ki, baxırdı. Ya da bunlar böyük adammış da. Hani bu böyük şəxsiyyət demiş ki, ondan sonra mən Bağır müəllim görəndə elə bir günə ki, böyük bir parız ağacının kölgəsindəyəm. Elə məktəbdə, laboratoriyada o mənə bəxşili, ansın Allah. Əhməd mənim bir günə danışacağım. Əhməd mənim direktorluğa girdi, mən çox sevindim, oynadım. Dedi ki, mən gəldim buna dedim ki, dedim, mən üzünüzü aparım, mən nə bilim üzünüzü aparım, siz məni işlə çıxartmayın da. Dedi, sən bir sən deyirlərsən, sən hesab elə gələ ki, biz ortadan müəllim uşaqları, ortadan məktəb uşaqları, sən bizim rəhbərim, sən müəllimsən də. Adam bu söz o qədər mənə güc, təsir bağışladı, mən uçurdum göylərdə. Deyirəm, Allah təala bu Əhməd müəllimin ömrünüzü eləsin, yaxşı insandır. Və dedi ki, bir dənə buxarı gəldi, mənim mikroskopum çatışmadı da. Bu Əhməd müəllim dedi ki, bu yazıqdır, ağadır, hörmət elə. Nə qədər dedi, hörmət eləmədi, dedi, sən çox səviyyəsiz adamsan, axmaq adamsan, cəhənnəmə hörmətlə görəsən, sən xoş getdin. Dedi, ağa, darıxma, mən nə qədər yaşayıram, sən mənim kölgəm səndə əsli olmaz. O da bugün bu iki dostları alıb işləyək, Allah bu dostları var eləsin. Mən bir dənə cümlə də demək istəyəm. Bağır müəllim ona görə şöhrətlidir ki, ürəyi təmizdir, qəlbi genişdir. Bizim bütün insanların onun qəlbində yeri var. Nə qədər dostu varsa, hamısı yeri var. Bax, gözəl bir məclis yaratdı, gözəl bir səhnə yaratdı. Biz burada çox sevindik. Mən Bağır müəllimə, elə indi də Bağır müəllimə fəxr edirəm. Allah Bağır müəllimin vəfadar oğlunu var eləsin, hərbidə böyük simadır. Bütün toylarda Bağır müəllimin övladı, vəfadarın səsi var. Bütün, deyək ki, məclislərin başını bilən bir oğuldur. Hansı məhsə dedi, Xanağa da buradadır. Xanağın gözəlin məclisində böyük orada gözəl sözlər dedi, gözəl məclis apardı, məni də oxutturdu. Dedilər, şeyləri burada oxumasa dünya dağılar da. Gələk şeyləri burada oxusun, orada dedi də. Sözüm o deyim, bugün də mən Bağır bir üzül ömür arzu edirəm. Və ona gözəl ürəyində olan nə ürəyində arzu var, Allah onun arzusuna sattırsın. Mən ona üzül ömür körül xoşluğu, həyatda belə səmələli, belə gözəl, qaynar, çalğın həyat arzudan onun vəfadar oğlu, bir Hafiz oğlu, Nizami oğlu o qədər gözəl insanlardır ki, Bağır müəllim onlara elə tərbiyə edir ki, elə övladlarına verdiyi tərbiyə görə və bura yığan dostların şərəfinə görə bir də hünərli, şöhrətli Şir müəllimin apardığı məclisə görə bir güzel almışlardır. Abi çayı yox edək, rəng çalmağı da ustadır da bu almış. Elə rəng çalır almışsın Allah. Bir də görə rəng çal, koy bu rəng bizi sevindirsin. Şeyləri teşekkür edirik. Şeyləri oxuyacaq və Xanağa davam edəcək. Çünki Xanağanın xoş günündə siz oxumuşsunuz. Günlərdə sizin xoş gün Xanağa oxuyacaq. Və dəyişəcəklər. Buyurun.
Muhalif koyacağım, renk başta, tarihe muhalif. Renk başta, muhalif okuyacağım, renk muhalif.
Şeydəlinin 71 yaşı var. Bu yaşlı olan insanlar pasosla danışır, pasos. Kardeş, bugün Mirbağır'ın 80'lik yubileyi yok. Muğam müsabiqəsi. Mirbağır kəşf elədi. Millərlə Azərbaycan balası meydana çıxartdı. Ben de musiqi severəm. Klasikimiz Nizami deyir ki, torpağa mərhəmət xeyirdir inan, lütfetsən gül verər, zülm etsən tikan. Azərbaycan torpağı zülm keçirsə də, Azərbaycan torpağı gül balalar yetişdirir. Ben bugün burada çok memnun oldum. Muğam müsabiqəsi gelir Azərbaycanda bu dəqiqə. Orada Arif Babayev Mirəli adlı bir oğlan oxuyur. Deyir, ağa sen cəddi umud olubsan. Mirbağır, sen de cəddi umud olubsan, başıma dönüm. Sen 80 il yok, 180 il yaşayacaqsan Allah'ın köməyi edir. Çok sağ olun. Minnətlərim hamıza. O Mirəli Bağırov, həmin sən dediğin müsabiqənin iştirakçısıdır. O Şəfa Qəhrəmanov vardı, bunun ifasını bəyənmədi. Həmin gecədə dedik, Səfa Qəhrəmanov dedi, gələr, sən bura hədər gəlmişsən, sənin səsin yoxdur, xaric oxuyursan. Oradan çıxan kimi Səfa Qəhrəmanov vəfat edir. Mirəlinin nəfəsini partlattı. Sağ olsun Seydəli, sağ olsun Bağır müəllim, yaşamalı kişidir və Ələkər müəllim. Deməli, həyatda hər bir insan Allah Taala'nın ona verdiği ömrü yaşayır, özünə məxsus bir ömür. Və 50 il, 60 il, 70 il və gəlib 80 ilə çatır və 80'ı geçir o yuxarı. Amma hər kişidə o cürət olmur ki, dönüb arxaya baxsın. Bu ömrü hara xərcləyib, nəyə xərcləyib və həyatda itirdiyi illərdir, 80 illər qazandığı nədir? Amma Bağır müəllim geriyə dönməyə, baxmağa cəsarəti çatan bir ağsaqqaldır. Ömrün bütün anlarında. İnsan ömrü fəsillərə bölünür. Bahar müəllim baharda, Bağır müəllim dünyaya gəlir. Baharın yola salıb, yayı keçirdi. Yazı, deməli, payızı keçib, indi ömrün qışın yaşayır. Əli Nasir deyir ki, Allah qəni rəhmət eləsin. Mən sözü verirəm Xudaşirin Cəliyevə. Məclis onundur. Sonra da burada bir çox yoldaşlarımız qalıb söz verməyə. Deyir, yazım bitdi, yayım getdi, payız öpdü nəhayətdən. Fəqət öndə qışın gözlər, nə gördüm bu səyahətdən. Ağılla hiss savaşında girincəm xeyli müddətdir. Görən qalib gələr, hansı çıxar sağ bu ədalətdən. Çox aldatdı bu şairlik, məni hissimdə fırlatdı. Qaçıb qurutul dedi ağlım bu 5 günlük səfalətdən. Bu qəzəl çox uzaq Allah əlməsini, qəni rəhmət eləsin. Əmrli buyur. Sağ olun, gözəl sözlərə görə. Bu insan dünya Məclisin bütün iştirakçılarını salamlayıram. Burada baxıram elə hamısı ilə bu və digər formadan münasibətim var bunun 2 illər ərzində. Biri ilə daha yaxın, biri ilə biraz uzaq. Yəni kənar adam görmürəm, ona görə sizə deyə bilərəm. Bağır müəllim o vaxtı Elibkəndə mənə deyirdi ki, biz 7 qardaş deyilik, biz 8 qardaşıq. İndi o faktın üstündən sükutla keçir. Demək, mən dünən Bakı şəhərində cərrahiyyə əməliyyatında olmuşam və uyuşturucu ilə əməliyyat olunmuşam deyibəm, mənim danışığımda, orada da bəlkə ariflər hiss elədilər, indi də mən çətin danışıram. Uyuşturucunun təsirindən bir qədər kəkəliyə danışıram. Yox, mən üzr istəyirəm, qoy fikrimi tamamlayım. Yəni bunu bilməyənlər üçün deyirəm. Deyərlər ki, danışığında biraz zayıqat verildi, desə çox içmişdi. Bu mənada deyirəm. Eyni zamanda da Bağır müəllimin tədbirində mən bugünkü məclisə ki, bu cür iştirak edirəm, bir ayrı cür iştirak eləməliydim.
Yəni biraz fərasətimi göstərməliydim. Onu eləyə bilməyəcəm. Yəni mən Ələfsər müəllim 1962-ci ildən Fəraim Sadıqov professor, Allah canına sağlıq versin, Abtalib Sadıqov Allah rəhmət eləsin, Rafiq Axundov Allah rəhmət eləsin, bunlar məni müşahidə ediblər. İlk dəfə də 62-ci ildə Əhməd Səmədov ustadımız kəşf edib, sinifimizdə 2 ifaçılıq səsi olan Gülüsev Musayev, Hansı müəllimin qardaşıdır. Bir də mən. Və ondan sonra başlayıb olimpiyadalar, rayon tədbirləri, Kolatanın şərəfini qorumuşuq, eləmişik. Və sonradan da yollarımız ayrılıb, musiqidən uzaqlaşmışam. Ancaq o vergi ki var. Ancaq onu bugün mən onu burada nümayiş etdirə bilmərəm, səhətin imkan vermir. Bağrı müəllim, sənə ona görə deyirəm ki, mənə ola bilər hamı bağışlayar, sən biraz çətin bağışlayansan. Sənə deyirəm ki, yəni biləsən ki, bu səbəbdən mən burada oxumayacağım, biləsən bunu. İcazə verirsiniz, mən bura gəlmişəm, rayon mərkəzində yaşayıram bilirsiniz və rayonun burada məndən 2 tanınmış, görkəmli şəxsiyyəti iştirak edir. Mənim onların rəhbərlik elədiyi təşkilatların üzvüyəm, rayon Ağsaqqallar Şurasının, rayon Müharibə Əmək Silahlı Qüvvələr Veteranları Şurasının üzvüyəm və hər ikisi də mənim dostumdur. Ona görə də mən sizdən xahiş edirəm ki, əvvəl yazıcı publisist Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftevi dəvət edirəm bura, zəhmət olmasa buyursun bura. Sonra da o bir təşkilatın sədri Məmmədağa Şiriyev, istefalı olan polkovnik leytenant. Və icazə verirsiniz etika xatirinə Ələşrəf müəllim, Məmmədağa müəllim olan yerdə birinci mənim danışmağım, konkret sözlərimi deməyim alınmaz. Ələşrəf müəllim əvvəl, sonra mən. Buyurun. Sağ ol müəllim, sağ ol. Bağır müəllim şəxsiyyətinə qiymət bizim o necə sadə adam olub, necə musiqi duyar adam olub, ədəbiyyatı sevir, hamıya gərəkli olubdur, sadə bir insandır və çoxlar tərəfindən qəbul olunan adamdır. O ahənglə biz bura gəlmişik. İndi yemək hər yanda var da biz deyə bilərdik ki, vaxtımız yoxdur və başqa tədbirə gəlməyə bilərdik. Amma bu məclisin çox xoş, yüksək səviyyəli ahənginə qatılmamıza görə biz çox razıyıq özümüzdən. Həqiqətən də gözlədiyimizdən də yaxşı alınır belə. Sənmi sözlərdir. İnsan belədir ki, gərək özündən istedadlısın, özündən böyük vəzifədə işləyəni, özündən titullu adamı, ağsaqqaldır, tayfanın ağsaqqalıdır, millətin ağsaqqalıdır, ona hörmət qılar. Əgər o hörmət qılmağı bacarmırsa, o özü ömrü boyu hörmət görməz. Mən burada Allah şahiddir. Məclislərə gelmişəm Kolatanda, birinci gelmişəm Yusuf müəllimlə Can Bilmə icra başçı müavini 16 işləmişəm filan, ordenliyəm, əsər yazan iləm, 5-7 kitabım çıxıb, birinci gedərdim Yusuf ilə görüşəm, çünki mən o tələbə yoldaşım. Əmirov, Şirxan müəllim savadlı olan rus dili mütəxəssisidir, babanın xatirindən bir də oxumuşuq institutda. Yusuf müəllimlə həm Texnikumda bir də oxumuşam, mən balaca uşağım, 16 yaşındaydım. Həm də ki institutda. O müəllim çıxış elədi, onu bir dəfə dərsində oxumuşam, mən şikayət vardır, yəni nəsə vardır, müalikdə mən institutda işləyəndə gördüm, çox savadlı adamdır, o savadlı indi mən görürəm. Və ümumiyyətlə burada adamlara baxıram və Allah şahiddir ki, mən icra başçısının müavinəm, indi aparatın hamısı gəlmişəm toya, mən icra başçının adından çıxış edəcəm, təbrik edəcəm, öz dostlarımızı yoldaş, işçi yoldaşlarımızın uşaqlarının toyudur. Mən gələrdim şəxslə, mənə ixtiyar verirmiş, rəsmi adamda, dedim, onunla bir sırtı çalın, oraya gedim, buraya gedim, orada oynayayım, burada nə bilim, mən desindəki otur burada falan, necə gəlmir. Vəzifənin də özdən gəli ölçüsü var. Mən ama birinci gələrəm qardaşım Ələfsənin yanına, onunla görüşərəm. Qoy cəmaat bilsin ki, böyük qardaşa hörmət nə deməkdir. İndi mən bugün də görürəm ki, böyük qardaşa hörmət nədir? Qardaşları burada iştirak edir, hamıyla da yaxınam, tanıyıram belə. İnsan dünyaya gəlib özü üçün ləyaqət qazanmağa, hörmət qazanmağa, o saraylı açı var, o nə bilim tonlarla qızıllı açı var, o adamların da aqibəti görürsün necə olur. İnsan birbirine hörmət qılsa, mərhəməti olsa, məhəbbəti olsa, istəyi olsa, xeyirxahlığı olsa, biz ümumilikdə qələbə qazanarıq. Qaldı ki, mən Xudayşir müəllimi özümdən ayrılmam. Mənim dostumdur, uşaqlı dostumdur. Mən ona böyük rəğbətim var, Məmməd ağa buradadır. Məmməd ağa da indi vəzifədir də, bu ictimai vəzifədir. Biz oradan əmək qalmırıq. Ancaq bilirsiniz ki,
Mənə Veteranlar Şurasının sədri deyəndə dedim ki, yox, mən də bu təşkilatlara rəhbərlik edirəm. Şimdi mən gəlib düşüm, harasa gedeyim, edeyim falan, mən işim mütardı. Mesela dövlət ordeniyle çıxmışam mən dövlət quruluna, elə belə yox. Dedim, dedilər, bəs kimidik? Bir konferansdır. Dedim, Məhəmməd Ağa müəllim, dövlətdə sədaqətli adamdır, patolkonik olur, naçanik ştab olurdu, daxili işlər bizim şöbəsində tanınmış adamdır. Xüdaşın mənimə böyük hörmətim var, bu bizim masalın olmandır. İndi elə bir terapevt, elə bir radiolog, elə bir ürək kardiolog, nə bilim kim, lor, mor filan, hansını tapsın və bundan məsləhət almaq. Çünki özlərində işləyir, çalışır, dərmanları bilir, yaxşı, çox, özü də təfəkkürlü adamdır. Başqa adamların da indi adını çəkməsinlər, buradan bambaşdan iştirak edirlər mənim əzizlərim, Ağsaqqallar Şurasının sədri Dəli müəllim, Nurali müəllim bizim qovumumuz və burada Məmmədov, Adil burada çıxış elədi. O bizim Çolatan üzrə Ağsaqqallar Şurasının sədri səndində. Yanılmıram ki, Fazıl müəllim də oluyor. Fazıl müəllimi də tanıyırdım, o bütün yoldaş. Şimdi biz vəzifədə işləmişik. Burada hərbi komissarı işçiləri, bax, ürəkdən oxuyur vəfadar. Bilməm, bir dəfə də bir problem yaranmışdı, mən zəng elədim, yadındadır da. Bağır müəllim xayır. Bağırın da elə problemlər olubdu, mən zəng eləmişim. Nəysə, o ayıb onu demək. Mən vəzifəm olubdu, halal xoşladım. O kişi nə qədər səmimi adamdır. Bu oynamaq, bu ürək açıqlığı hamımızın sağlamlığı xeyrindədir və ümumi ahəngimizi xeyrindədir. Bizim millət belədir. Kimə də olsa onu oynayalım, onu çörəyə çağırır. Bugün çörək də boldur inşallah, məclis də çox ahənglə gedir, musiqi də var, istedadlar da var, sözlər də elə. Bu ürək açıqlığından əməl gəlir. O ürək açıqlığı Allah təala bizdən əsirgəməsin. Mən fürsətdən istifadə edəcəm, başqa ki, burada o qədər söz də uzatmaq lazım deyil. Yoldaşlarım da mənim sözləri olsa deyərlər. Mən Bağır müəllimə, o kişi oxudu, o yaşda, o dirsinlə oxudu, düzdür indi, yaşın da həddi var, oxuslar. Mənim qardaşım maşallah lise illərdir, onun mən hələ uşaqlıqda, düzdür, mən ondan da əvvəl sənətə getmişəm. Bu 60-cı illərdə Telekom'a girəndə İslam Rızayev elə Füzuli rəhmindən təzə gəlmişdi, Əbilov adına klubda İslam Rızayev deyilən nə idi? Ondan sonra Teymur Mustafayev, nə bilim, Sabir Mirzəyev, onun qardaşı Habil Mirzəyev, Yusuf Məmmədov Ağdaşdan, Cəllabaddan, yaxşı oxuyanlar da bilirsiniz. Mürvət müəllim rəhmətli ilə zadla, bizim evimizdə o qədər toyda olublar, axşam qarlar, mən də onda ata evində olublar, belə subay duhamımız. Mən Ərəbstanın sənətkarını orada görmüşəm. Onun bir 15 dənə, 20 dənə plastinkası vardı, onlarla bir yerdə. Məşhur şamanca çalan idi. Bakıdan bu yana bunun talantına bərabər bir güclü adam yox idi. Sonradan tarix şamançıya münasibət pisləşdi, çox təəssüf. İndi artıq da muhamma hörmət zatıyla, sonradan keçdi qanuna. Mən bəyərdən fikirlərəm, mənəsə özlə bilir ki, mən çox həssasam. Musiqiyə həssasam, balaca xaricli yolda, həmin də onu bilirəm belə də. Maşallah, Ələf Şərif, mən sənlə fərq edirəm. Kişi kimi həmin ləyəqətdə olursan, heç vaxt sənin haqqında mən bəzi fikir öyrənməmişəm. Sənətində də maşallah, bir dənə xaricli yoxdur. Bunu ki sən xanəni dedim sənə bu nağara, çoxun xanəni, bu cavad var ha Lənkəranlı. Nağarası olurdu, sonradan gəlib, nədir, müğənni oldu da. Bu kişini sən elə sənətdə muğam da oxuyur, estrada da oxuyur, olursunuz da, mən orada o ustanovkaları görürüm belə. Həmişə şadlıqda olun, siz yaxşı kişilər olursunuz. Və mən demək istəyirəm, o ağsaqqallar ki var, o xidməti olmuş adamlar ki var, fərq edirlər, əcəb edir özünü tərif edir. Bu bizim Şəkər Aslan var, mən kitablarımda da var da bu. Deyək, şöhrətpərəst deyiləm. Ancaq halal şöhrətə biraz ehtiyatım var. Ucuz almaram onu. Nə qədər baha alsam, o qədər şirin olar. Dünənləri çöldən bayırdan gəlibdi, o da tonlarla araq içib, indi həccə gedib, bəxtran onları mən kölgə altına salmaq istəmirəm. Allah onların işinə rəvan versin, Allah onları qəbul edəsin ziyarətləri və bizə də xeyrqa üçün belə də qismət olsun. Amma gəliblər, İndi özlərini elə aparırlar, deyirlər ki, mənə hökmanlığı demək istəyirlər. İstedad yox, savad yox, sənəti üzrə ingilis bilməlimsə, otur yerə bir də ingilisində heyşə yaz, bir bağlı bir şey yaz. Tərcümə alın yaz. Və rus bilməlimsə, və başqadan belə yoxdur da. Görürsən, özlərini elə aparırlar ki, buraya dövləti yaratırlar. Dövlətin çəpil vəziyyətində biz yaşlı adamda təzabı çəkmişik. Siz yadınızdadır, yay pulun müəllimlər, oktyabr ayında aldı tarifikasiyadan sonra. 3 aylarla pensiyanı almırdı. Bizim dövlətimizin qüdrəti bundan ibarət. O çətin dövrdə biz işləmişik. Bizim haqqımız var ki, bəli özümüzü tərifləməyə. Bizim haqqımız var ki, xidmətlərimizin yerini bilməyən adam mənim yanımda başdan danışarsa, mən də gəl onun yerində oturmağı bacaram da. Ona görə qoy bizim övladlarımız
Bu günlər iştirak edir onun oğlu. Özəl ləyaqətli olandı, qabiliyyətli olandı. Qoy bizim evlatlarımız bilsinlər ki, onlar ataları ilə necə fəxr edirlər. Və biz də narahat olmayaq ki, bizim balalarımız da bizim o xidmətlərimizi davam elətdirəcək və bizim şöhrətimizi artıracaq. Onda hər kim tutarır. Mən Bağır müəllimi bir daha təbrik edirəm. Bağır müəllim, sən istəkli adamsan, ləyaqətli adamsan, duyğulu adamsan. Səni bir daha təbrik edirəm. Allah Teala heç olmasa bu indi 80 yaşdan yuxarı burada adam bəlkə də yoxdur. O sizə Allah heç olmasa 100 yaş qismət eləsin və bizdə də heç olmasa 80 yaş qismət eləsin ki, bizi izləyəcəklər. Məlumat üçün orada olmayanlar üçün bildirirəm ki, həm Ziyalılar Cəmiyyəti, həm Ağsaqqallar Şurası, həm də ki, Veteranlar Şurası Bağır müəllimi fərqli fərmanla tərtib edib qərarları. İnandı o 100-dən bir dənə, 1000-dən bir nəfər adama verilir. Biz də onu tərtib edəmişik. Bir daha təbrik edik. Kimin sözü var buyursun. Amma mən bir dənə də şey yaddan çıxartdım ki, Nurəddin Məlikov təhsil şöbəsinə rəhbərlik edib. Öz aramızda ailədə hamısı orta təhsillidir, arvad da orta təhsillidir. Yəni uşaqlar da 5-də oxuyur, 10-da oxuyur. Bəzən görsən onların tərbiyəsində, onların işlərində adam çatdıra bilmir. Hamı da indi tökülür məktəb işləkin, müəllim dərslərini eləmir, yıxılırsan. Sən bu şöyle valideyn nümunəsi yox. Valideyn sözünə uşaq qulaq açmır. Gəlir məktəbdə vərşi kimi bıraxsın, orada bahçəyə də gedir. Müəllim yazır, niyə nəsin? Hamı atır eləmə. 50 yerdə mənfi təsir var, amma bir yerdə məktəbdən tələb edilərsə, müsbət təsir edəcək bunu göndər. Bu çətin məsələdir. Ona görə də mən təhsil şöbəsi müdiri işləmiş, yerində olan adamlara rəhbətim var. Yerində olmayanlar da olurdur, təsəvvü adamlar da olurdur. Mən güclü adamlarla da işləmişəm, Vəlhəd müəllim rəhmətli, biz mali müdir, Əmdar Əqimdə şöbə də işləmiş. Gücbali ilə onun mali müdiri göndərdi. Təsdiq edəməklə, deyişin məktəbdən ayrıldı ona görə. İndi nədir bu, ticarətlə məşğul olanları da məktəb direktoru qoydular. Məsələn, deyirlər ki, eləmsi lazımdır belə. Baş həkim də qoya bilərlər güya, klinikanın müdiri də qoya bilərlər. Bu çox dözülməz haldır. Misal Mərdana kimi adamla mən düybədə oturmuşam, beləsi məclisdə Şirali müəllim, Allah rəhməti qorxurdu. Gəlir, mən icazə almam. Misal müəllim icazə verim, bu otursun bizlə bilir. Nəysə, bunlar söhbət biraz yana getdi. Ona görə də dəyərləndirəm, Nurəddin müəllim də işləyib özünə dair. İnsaflı adam olurdu, yaxşı adam olurdu, işləyibdi. Bu Nurəddin müəllim əvvəl bizdə işləyirdi. Mən biraz rəhbər olmuşam da bunların hamısını. Nurəddin müəllimə bir dənə sevimli mahnısı var, küsmə məndən az eranım. İcazə verirsiniz. Biz hamımız qoşular. Mən də məmuriyyətlə bu sizin oxuduğunuz, çaldığınız, səmimi sözlərinizə qatırıram. Mən özümü ayırmıram. Allah Teala məndən yaşda kiçik olan adamları da ağsaqqallar hesab edesin. Və onlar yerlərində olsunlar. Mən ağsaqqallara böyük hörmətim. Onlar yaşı uşaqlıqdan o hörmət eləmişəm. Özüm də böyümüşəm, rayonun ağsaqqallar şurasını sədiyəm. Ona görə də küsmə məndən az eranım. Xahiş edirəm, buyursun. Sözünüz var, buyurun. Şirali müəllim, çox sağ olun, diqqətsə görə. Mən bir araşdırma apardım. Mənim rəhmətli atamdan Mədəli işini, burada oturanları çoxu tanıyım. Mən bu övlad sayına görə elə bildim, sizin toyuzu da mənim atam çağırır. Araşdırma apardım, deməklə sizin toyuzu Aşır Abdullah aparır. O da mənim atamın ustadı o. Mənim atam həmişə deyərdi, mən kimin qapısında çalmışamsa, onun 11 övladı olar, onun 10 hökman oğlan olmalı. Bu belə. Allah rəhmət eləsin. Əziz dostlar, hörmətli ağsaqqallar, Bağır müəllimin tərifindən birini də mən deyim. Hər birimizin qəlbində daxili məzmunumuz var. O məzmun bizə bəllidir, bir Allaha. Bağır müəllim rəngin dəyişən, o rus dili müəllimləri bilir, xamilyon adam olmayıb. O məzmunca necə var, elə də görkən kişidir. Elərini Azərbaycan dilində bu qələmin deyirlər. Olduğu kimi görünən kişidir. Onu sevdirən də odur. Onda hile, şər, məkir, gizli bir niyyət yoxdur. Birbaşa sözü deyəndir. Bir ona görə də mən Bağır müəllimə 100 il ömür arzu edirəm. Ağsaqqalımızdır, fəxrimizdir, fəxri veteranlarımızdır. Övladlarına da xoşbəxtlik, qardaşlarını da çoxunu tanıyıram. Hamısının salam əleykum var. Var olun, sağ olun, 100 il yaşa. Mən Bağır müəllimi də, Nurəddin müəllimi də, o yoldaşların hamısının kimin? Mən bir dənə, o da Ağsaqqallar Şurası otağızadı vardı, orada 2-3 dənə vitirindən şüşə bəndər zatlar almışam. Axırıncı vitrini keçirdiyimiz tədbirlər, biz yüksək tədbirlər keçiririk, yubileylər keçiririk, kitab təqdimatlar keçiririk. Yazmışam ki, harada olsa, getsən hara, ehtiram qıl Ağsaqqala. Ona görə də Ağsaqqallığa hörmət edirəm bütün adamları mən,
rəqsə dəvət edirəm. Buyurun. Söz deməsin. Bu yekunlaşdırım kimi. Demək, Rus ictimai siyasi xadimi Belinski deyir ki, həyat gözəldir. O adam ki, siz onda həyat görürsünüz, həyat elementləri. Deməli, o gözəldir. Bağır müəllimə həqiqətən bütün təriflər yaraşır. Yəni, Bağır müəllim mən yaxşı tanıyıram da, çox yaxşı tanıyıram. Bağır müəllim məndən inciməz. Ancaq bayağı burada bir məsələni vurğuladı. Bəli, mən masalının görkəmli, tanınmış şəxsiyyətləri ki var, yaddan çıxırlar. Bu adamların həyatını araşdırıram. Mətbuatdan oxumusunuz. Mirislam Rəfiyev seybətindən. Yəni, müqamatın beşiyi Qarabağdı deyirlər və o xanəndələrin də adlarını salamağa ehtiyac yoxdur, doğrudur, elədir. Amma gəlin etiraf edək ki, o adamların hamısı, Keşəkçioğlu Məhəmmədi olsun, Seyga İslamı olsun, Zabul Qasımı olsun, Cabbar Qayyaqusu olsun, bunların hamısı bir-birindən öyrəniblər. Bunların heç biri akademik musiqi təhsili almıyor. Azərbaycanda muğamat sahəsində ilk ali musiqi təhsilini alan, onu mən araşdırmışam və Canım xəbərlərində 3 nömrə dalbadal çıxdı, oxudunuz. Mirislam Rəfiyevdir, Nəcəf İləşrəf İlahiyyat Elm Mərkəzinin Muğamat İlahiyyat Fakültəsini qutarıb. 25 il. Seybətindən də. Bəli, yəni ilk ali təhsilli o kişidir. Şimdi müəllim, o bir də Mirislam Rəfiyev, inşallah kitabını çıxanda oxuyarsınız. Masallıdan Seybətin kəndindən. Və İran Şahənşahlığının saray xanəndəsi olub və İran Şahənşahlığının saray pulu ilə 25 il oxuyub orada. Sonra, demək, bayaq Məhəmməd Əli kişinin oğlu Məhəmməd Ağa müəllim dedi, Bağlı müəllimin həyatını araşdıran mənəm. Masallının musiqi ulduzları kitabı üstündə işləyən mənəm ilk dəfə o temada. Mənə qədər onu işləyən olmayıb. Ən axırıncı müsahibəndə Əl-Əşrəf müəllimdən almışam, indi növbədə Əl-Əfsər müəllimdir. Demişəm, bu yaxın günlərdə gedib müsahibə alacağım. Masallının musiqi ulduzları, inqilabdan əvvəldən üzü bir yana, 4-cü nəsil xanəndələrinə qədər araşdırmışam. Masallının aşıq sənətinin əsasını qoyub Aşıq Abdullah, Dəmirçi kəndi, Ədəlan Sovetliyi. Və onun yetişdirdiyi aşıqlardan biri bu kişinin atası Aşıq Məhəmməd Əlidir, yaşlı nəsil tanıyır. Amma Bağır müəllimin toyunu aparıb Aşıq Abdullah, onun züydüsü Kolatanlı oldu, Ərkivanlı olmayıb. Aşıq Bəhli oldu, Hacı Baba müəllimin atası. Belə. Xahiş elədi, dedi ki, bəs Mir Kazım Aslanının haqqında şeirlər deyil filan. Bəli, araşdırılmış şəxsiyyətlərdən biri də Azərbaycan tarixində ikinci adamdır, müxtəlif elm sahələrində bir adam ad qoysun. Üzeyir Hacıbəyevdən sonra ikinci adam Mir Kazım Aslanlıdır ki, 7 elm sahəsində xariqələr yaradır. Mir Kazım Aslanlının deməli, mansştabı Üzeyir bəydən bir qədər artırdır, Üzeyir bəy deputat olur, Mir Kazım deputat olur. Mir Kazım Aslanın qarşısında, onun ruhu qarşısında mən öz borcumu yerinə yetirmişəm. Onun haqqında 650 səhifəlik kitab yazmışam Şəmsül Məsələ Şəfəq arasında. 3 elmlər doktor ona rəy verib, kitabın rəyicisi də, deməli, məsləhətçisi də Əl-Əşrəf müəllimdir. Mir Kazım Aslanın haqqında mənim senarimlə 2 film çəkilib, Tərk etməm məni gəldi ki, internetdə görürsün. Bir də keçən illərin Həyat Çeşməsi filmi mənim senarimlə çəkildi. Və o filmin də təqdimatı oldu. İstisuda, Teymur Mustafayevlərə dəvət edildi, internetdə var, YouTube'da baxıb görürsünüz. Amma Bağır müəllim məndən inciməsin deyilən, yəni yaxamı Bağır müəllimin əlindən çəkib deyilən, elə Mir Kazım haqqında bir şeir deyirəm, Bağır məndən razı qalar. Geçti cavan ömrüm, bir gün görmedim. Dediler geldi yaz, çiçek görmedim. Sevgili yar için çelenk hörmedim. Ay dolan, il dolan, dolan ay dolan. Esti kazan yeri, soldu göy çemen, ömrümün bağında yandı yasemen. Bir çiçek bağımda beceririm ben. Ay dolan, il dolan, dolan ay dolan. Durdular ovçular yorgun maralı.
könlü yaralı. Gen dünya başıma mənim daralı. Ay dolan, il dolan. Dolan ay dolan. Gözümün vardısa ağı qarası, körpəcək bir quzu, ahu balası. Böyüsün, canıma dəysin qadası. Ay dolan, il dolan, dolan ay dolan. Solar gülü yardan ay düşmüşün, zülmün nə yamanmış bu keşmekeşin. Çərxi çönsün görün belə gərdişin. Ay dolan, il dolan, dolan ay dolan. Dərdim çoxdur mənim, haray adavlar. Ne için viran olur bahçalı bağlar? Elim şeir yazar, könlüm kan ağlar. Ay dolan, il dolan, dolan ay dolan. Allah rəhmət eləsin. Bağır mənimə 100 il ömrü arzu edirəm. Arzu edirəm ki 100 ildən sonra səndən görüşək. Görək özünü necə aparacaqsan. Əgər belə aparacaqsan 100 il arzu edərik. Sağ ol. Her ne istersen götür ey dost, ancak o güllü bahar koy benim olsun. Ama Zeylan ha, gel hele şu, sen hele bile oğlan verirsen. Her ne istersen götür ey dost, ancak o güllü bahar koy benim olsun. Ben Səməd Vurğunu çok severim. Buna fikir ver. Onun bu üç bəndik qoşmasını hər yerdə deyirəm. İndi bunu deyirəm ki, bu kadar öyrənmişim. Hər nə istəyirsən, seç götür ey dost. Ancaq bu gülü